Deməli müəllimlər, çevrənin 4-dən 1 hissəsi verilib yenə və BC ilə OY perpendikulyardır göstərmişik. AD ilə OY perpendikulyardır. OC 5-dir, CD 7-dir. Bizdən DY-ni, yəni X istəyir. İndi biz buradan, bura 90 dərəcədir. 90 dərəcədir, 90 dərəcədir. Bura bir alfa desək, bura bir beta desək, alfa plus beta 90 olur. Onda bura 90 olduğuna görə alfa-dırsa burada beta olacaq. Beta 90, onda burada nə olacaq? Alfa. Və bizim çevrəmizin demək ki, radiusu x plus 12 olur. OY çevrənin radiusudur və x plus 12-dir. Deməli, OC də x plus 12 olacaq, OB də x plus 12 olacaq. Yəni, çevrələrimizin radiusları x plus 12 olacaq. Diqqətlə baxsaq, bu üç bucaqların hipotenuzları eynidir. Və bir tərəfi və bu tərəfə bitişik iki bucaqları bərabər olduğuna görə bu üç bucaqlar kongruent üç bucaqlardır. Kongruent üç bucaqların hipotenuzları eynidir. Onda katetləri də eyni olacaq. Beta bucağının qarşısındakı kateti 5-dirsə, onda burada da beta bucağının qarşısındakı kateti 5 olacaq. Alfa bucağının qarşısındakı katet burada 12-dirsə, burada da alfa bucağının qarşısındakı katet 12 olacaq. Onda 12, 5, 144, 25, 169 bərabərdir x plus 12-nin kvadratına. X plus 12 bərabər olacaq. Nəyin kvadratı? 169-da 13-ün. X plus 12 bərabərdir 13-ün. X-imiz də olacaq 1. Bizdən də DY-ni istəyirdi. Elə o da x-ə bərabər idi. O da olacaq 1.